Demələr, öncə başlayacağam 16-cı sualdan. 16-cı sualda məndən mətn qurmağımı istəyir. Deyirsə, dərsi tekst. Хорошо. İndi mətn qurmağa başlayanda hər şeydən öncə bu bir qrammatika deyil də, təəssüf ki, burada sizə çox belə izah edə biləcəyim bir nüans yoxdur. Amma çalışın hər zaman ümumi bir məlumatdan başlayın. Mən ümumi məlumat dediyimdə nəyi nəzərdə tuturam? Что значит ümumi bir məlumat? Məsəl üçün deyirəm, hal-hazırki mətnimizdə əgər belə baxmış olsaq, görürsüz ki, orada atəşgahdan danışır. Əgər atəşgahdan danışırsa, öncə atəşgahın nə olduğundan və yaxud da məsəl üçün deyirəm, harda yerləşə biləcəyindən və yaxud da necə deyim, tərcüməsindən mi deyim, bu tip nüanslardan başlayın ki, məlumatınız ümumi olsun. Daha sonra artıq cümlə və cümlə onun ardını gətirməyə çalışın. 16-cı suala cavab olaraq nə yazmışıq? Nə yazmısınız? Şey yazmışam. C yazmışam mən. Хорошо. Yox. C variantımız səhvdir. Niyə izah edirəm səhvdir? Bir dəqiqə. Da, нет, правильно. 3 deyib 2-yə baxıram. Deməli, üçüncüdə, baxın, belə bir üçüncü cümləmiz var. Orada mənə deyir ki, в Азербайджане во многих местах прямо из-под земли выбивается огонь. Deyir ki, Azərbaycanda çox yerlərdə düz yerin altından alov çıxır. Görürsünüz, bizə ümumi bir məlumat verdi. İndi baxırıq ikinci cümləyə və yaxud da baxım orada. Aha, 3-dən sonra 6 gələn bir cümləmiz var. Birinci Azərbaycan haqqında məlumat, sonra orada Suraxanı zad da var da, Bakı rayonları, kəndləri. Bildim, sadəcə ki gəlmiş olsaydı sanki daha yaxşı olarmış kimi bir şey olmuş. Üç olan da yoxdur da. O üçün altının əvvəldə işləndiyi. Вырывающий из недр земли огонь вызывал у людей чувство преклонения. Одним из таких, что обозначает дом огня. 2. Əslində məndən olsa 3-dən sonra 2 gəlsəydi daha yaxşı olardı, daha düzgün olardı. Amma 3-dən sonra 6 gəlib, gəlimdən davamına baxaq. Значит, mən C variant götürdüm. Sən də C variant götürmüsən? Aha. Bir dənə tam oxuyaq. Başa düşdüm. Əslində səhv deyil. Yox, C variantımız düzgündür. Там другой не подходит, поэтому другой вариант нет. Mən də onu demək istəyirəm ki, əslində səhv deyil. Sadəcə 3-dən sonra sanki 2 gəlsəydi daha düzgün olarmış kimi mənə gəldi vроде бы. Gəlin tam şəkildə oxuyaq. Значит, 3-dən sonra deyir ki, в Азербайджане во многих местах прямо из-под земли выбивается огонь. Düz yerin altından od alov çıxır. İndi 6-da deyir ki, вырывающийся из недр земли огонь вызывал у людей чувство преклонения. Həmin bu torpağın altından çıxan od alov insanlarda sitayişə gətirib çıxardı. Yəni insanlar həmin o ad alova sitayiş etməyə başlayırdılar. Daha doğrusu indi bunun davamını belə gətirir. Ondan sonra 2-də deyir ki, одним из таких мест является селение Сураханы, близ Баку, где был возведен храм Ateşgah, что означает dom огня, место огня. Aha. Deyir ki, belə yerlərdən biri, yəni torpağın altından od çıxan yerlərdən biridir. Suraxanı kəndidir, hansı ki Bakının yaxınlığında yerləşir. Adı Ateşgahdır və Ateşgah odun evi və yaxud da odun yeri deyə tərcümə olunurmuş. Daha sonra gəlir 4. 4-də mənə deyir ki, посреди двора, выложенного каменными плитами, стоит четырехугольное сооружение. Həmindir bu həyətdə, Ateşgahda ətrafı daşlı plitkalarla bürünmüş, dördkünc bir tikili dayanır. Daha sonra 7. Внутри него пылает негасимый факел. Həmindir o tikilin içərisində sönməyən bir od var, bir alov var. Birlə davam edirik. Древние мастера так тщательно наладили подачу газа, что пламя не гасит даже во время сильнейших каспийских ветров. Deyir ki, həmin bunu düzəldən ustalar o dərəcə yaxşı işləyiblər və o qazın gəlməyini elə yaxşı tənzimləyiblər ki, ən necə deyim, güclü Xəzər dənizi küləklərində belə o od və alov sönmür. Və son olaraq 5-lə də bitirir. Храм, построенный руками местных мастеров, является памятником азərbaycanского народа. Həmindir bu xram, hansı ki yerli ustaların əli ilə tikilib, Azərbaycan xalqının heykəllərindən biri hesab olunur.
necə deyim, yerlərindən biri hesab olunur. Əslində düzgün variant olaraq C variantı, bəli. Sadəcə bilmirəm niyəsə ağlıma 3-dən sonra sразу 2 gəldi, amma 6-cı cümlədə var imiş. C variantımız düzgün variantdır. Хорошо? Yadda saxlayın. Хорошо, отлично. İndi gələk 17-ci suala. 17-ci sualda məndən прямое значение istəyir. Həqiqi məna. İndi bizim bir balaca işimizi nədə asanlaşdırıblar? Asanlaşdırıb ondakı verdik. Bizə artıq fikir versiz cümlələr içərisində altından xətt çəkilmiş sözlər verir. Altından xətt çəkilmiş sözlər artıq mən bilirəm ki, mən həqiqi və yaxud da məcazi mənanı harda axtarmalıyam. Deməli, gəlin baxaq. Gəlin baxaq B variantına. A variant mənim düzgün cavabımdır. Gəlin ilk öncə səhv cümlələri izah edeyim. B variantında mənim belə bir söz birləşməm var. Ветер волновал сад. Əgər mən bunu tərcümə eləsəm, волновать narahat etmək mənasındadır. Deyir ki, külək bağı narahat edirdi. Edə bilərmi? Xeyr, edə bilməz. Ona görə B variant məcazi mənada istifadə olunub. C variantında orada şol sözünün altından xətt çəkilib. Siz mənə deyin görün, bu şol sözü hansı sözümüzün keçmiş zamanıdır? Ha? İki. İti. Bəli, hansı ki Azərbaycan dilinə getmək və yaxud da gəlmək deyə tərcümə olunur. Mən də sizə demişdim, əgər həmin o feilimiz getmək və yaxud da gəlmək feili məcazi mənada, daha doğrusu ayaq açıb gəzmək mənasında istifadə olunmursa, deməli məcazi mənadır. İndi burada deyir ki, şol duman, duman gəlirdi mənasında. Duman ayaq açıb gələ bilməz. Ona görə C variantımda getdi. Daha sonra tropinka vila. Tropinka cığır deməkdir. Cığır bizi necə apara bilər? Əlimizdən tutub aparmayıb ki, herhalde. D variantda getdi. E variantında yazır ki, месяц чудно плыл в просторах неба. Baxın, burada olan bu месяц sözümüz Azərbaycan dilinə ya ilin ayı deyə tərcümə olunur. Məsəl üçün, yanvar, fevral, mart bu. Belə də tərcümə oluna bilər. Və yaxud da göy üzündə gördüyümüz ay olaraq da tərcümə olunur. İndi burada baxın, nebadan söhbət gedir də, göy üzündən söhbət gedirsə, hər halda göy üzündə olan aydan söhbət gedir. Və плыл это от глагола плыть. Yəni плыть, плавать, üzmək feilindən götürülüb. Bizim ayımız üzə bilərmi? Xeyr, üzə bilməz. Ona görə də Y variantında səhv hesab olunur. Qalır burada A variantı. Gəlin cümləni tərcümə edeyim. Deyir ki, стадо уток покружилось над озером и село на воду. Стадо уток ördəklərin ördəklərin sürüsüdür. Deyir ki, ördəklərin sürüsü gölün üzərində fırlandılar. Fırlana bilərlərmi? Bəli, fırlana bilərlər. Ona görə mənim A variantım həqiqi məna hesab olunur. Вам понятно? Да. Все, отлично. Hamıya aydındır, xanımlar, bəylər. Есть какие-то вопросы? Bəli. Все хорошо. Так, indi gəlirəm 18-ci Простите, я не услышала, какой был ответ. А вариант. Стадо уток Хорошо, покружилось. Хорошо, вам спасибо. Так, 18-й вопрос, 18-ci sualdır. Mən deyir ki, в каком предложении выражена надежда? Надежда ümid deyə tərcümə olunur. Deyir ki, hansı cümləmizdə ümid bildirirəm, yəni belə deyək də, yəni ki, ümid var. Düzgün cavabımız olacaq variant D. İzah edirəm niyə. Baxın, məsəl üçün deyirəm, A variantında deyir ki, mənə попробуйте решить эту задачу по-другому. Deyir ki, çalışın bu məsələni başqa cürə həll edin. Bu məsləhətdir. Bu ümid deyil. B variantında deyir ki, мечты помогают нам преодолеть трудности нашей повседневной жизни. Bu biraz motivasiya kimi də olur. Deyir ki, arzular gün boyu qarşımıza çıxan maneələri aşmaqda bizə kömək edir. Çətinliklərdən keçməyə bizə kömək edir. Bu da bir tür motivasiyadır, ümid deyil. C variantında deyir ki, мы вместе переведем статью, если ты придешь к нам. Deyir ki, biz birlikdə tərcümə edəcəyik məqaləni, əgər sən gəlsən. Bax, burada bir əgər var. Əgər də nədir? Şərtdir. Bu da mənə lazım deyil. E variantında deyir ki, чтение книг дает нам возможность познавать мир. Bu sadəcə bir informasiyadır. Deyir ki, kitabları oxumaq bizə ətrafı başa düşmək şansı verir.
Мотив этот как его, да, sadece bir информацияdır. Ama D variantında deyir ki, мы рассчитываем, что работа будет закончена вовремя. Deyir, biz ümid edirik ki, iş vaxtında bitəcək. Görsən, mən tərcümə edəndə belə o sözü deyirəm. Мы рассчитываем, что biz ümid edirik ki, biz işimizi elə qurmuşuq ki, iş vaxtında bitsin. Ona görə 18-də düzgün cavabım olacaq variant D. Понятно? Aydındır? Да. Все, хорошо. İndi bunu bir də deməli, 19-cu sualda mənə bir şərtim var. Şərtdən öncə oradakı bir sözü qeyd edəcəm sizin üçün. Baxın, sizə orada qeyd eləyib снять sözünü. Снять. Снять sözü bizim rus dilində belə bir terminimiz var. Vidovaya para. Nədir bu vidovaya para? Bilmirəm, bəlkə də bakalavr dövründən yadınızdadır. Совершенный, несовершенный вид глагола. Tərcümə olaraq bitmiş, bitməmiş tərs. Yadınızdadır, bilmirəm, bəlkə də yadınızdadır, bəlkə də deyil. O mövzuya hələ ki girməyəcəm. Bunun necə deyim, sinonimu mu deyim və yaxud da bir digər forması olaraq qarşınıza bir də çıxa bilər sнимать. Sнимать. Eyni şeydir. Bax, məna olaraq eyni şeydir. Tək fərqi, necə deyim, zaman məsələsidir. Yəni ki, снять bitmiş zamandır, amma sнимать davam edici zamandır, bitməmiş tərzdir, belə deyək. Bunu qoydum bir kənara, istədim eyni şeydir və belə. İndi gəlin ilk öncə mən sizə həmin bu sözlərin mənalarını açıqlayım. Deməli, снять, снимать sözü birinci məna olaraq çıxarmaq deyə tərcümə olunur. Çıxarmaq. Məsəl üçün, снять пальто. Снять пальто. Necə tərcümə olunacaq снять пальто? Paltonu çıxarmaq. Снять, не знаю. Да, şlyapanı çıxarmaq. Bu mənalarda istifadə olunur, aydındır? Yəni ki, paltar çıxarmaq mənasında bir. İkinci olaraq çəkmək mənasında. Məsəl üçün, video çəkmək ola bilər, necə deyim sizə, telefona çəkmək ola bilər, qeydə almaq mənasında istifadə olunur, aydındır? Deməli, ikinci mənası olaraq nə var? Çəkmək. Например, снимать на телефон. Хорошо? Bir də məsəl üçün üçüncü mənası da olaraq yaza bilərəm, icarəyə götürmək. Снять в аренду. Да. Məsəl üçün deyirəm ki, я снимаю квартиру в центре города. Снимать kvartiru. Eşitmişsiniz də hər halda. Düzdür? Kvartiru. Yəni ki, kvartiranı arendaya götürmək olaraq. Düzdür? İndi bura qədər hər şey okeydir, hər şey aydındır. До сих пор все понятно. Да. Da. İndi mənə deyir ki, bax, hörmətli tələbə, mən sənə orada bir cümlə vermişəm. İndi sual hissəsinə qayıdacağam. Deyir, mən sənə cümlə vermişəm. Və həmin o cümlədə bu снять sözünü, bu снять sözünü istifadə eləmişəm. Sildim o sözünü, niyə bilmədim? Снять sözünü istifadə eləmişəm. Düzdür? Deyir ki, aşağıdakı variantlarda A, B, C, D, Y variantlarında, daha doğrusu, mən sənə cümlə vermişəm, orada снять sözünü istifadə eləmişəm. Sən bax görüm, mən o снять sözünü bu üç mənadan hansında istifadə eləmişəm? Yəni, снять orada çıxarmaq mənasındadırmı? Nə bilim, video çəkmək mənasındadırmı? Nə bilim, icarəyə götürmək mənasındadırmı? Öncə bunu müəyyənləşdir. Aşağıdakı variantlardan eyni mənada istifadə olunanı tap. Aydındır? Məsəl üçün, sənə verilən cümlədə əgər çıxarmaq mənasında istifadə olunubsa, aşağıdakı variantlarda da çıxarmaq mənasında istifadə olunanı tapmalısan. Çəkmək mənasında istifadə olunubsa, eyni mənalını tapmalısan. Sualda bizdən nə tələb olunur, aydındır? Hə? Понятно? Что от меня требуется? Да. İndi gəlimdən Смысл, что одинаково. İndi gəlimdən o suala qayıdaq. Baxın, 19-cu sual deyir ki,
Установите, в каком предложении слово «снять» употребляется в том же значении, что и в данном предложении. Deyir ki, bax, mənə sənə cümlə vermişəm. O cümlədə «снять» sözü hansı mənada istifadə olunubsa, aşağıdakilərdən də eyni mənada istifadə olunan tap. Gəlirəm indi. Bax, deyir ki, cümlə verib mənə. На другой день на море опять разыгрался шторм. И снять опять nичего не получилось. Deyir ki, sabahsı gün dənizdə yenə ştorm Azərbaycanca qasırğa. Çox Qasırğa. təşəkkür edirəm. Спасибо большое. Qasırğa var idi. Və yenə heç nə çəkmək alınmadı. И снять опять nичего не получилось. Görürsüz, снять sözü burada hansı mənada istifadə olunub? Çəkmək. Hər halda dənizdən nəsə çıxarmaq olmaz və yaxud da icarəyə dənizi götürə bilmərik. Çox təəssüf ki, правильно. Hər halda burada çəkmək mənasında istifadə olunub. Deyir ki, снять опять nичего не получилось. İndi eyni mənada istifadə olunub Y variantında. Deyir ki, нужно было обследовать туннель. Deyir ki, tuneli necə deyim, analiz eləmək lazım idi. Tədqiqat aparmaq lazım idi orada və hər şeyi plonkaya çəkmək lazım idi. Yəni ki, plonkadan hər halda bildiniz nəyi nəzərdə tutur, belə plonkaya var idi o dövrlərdə. Hər halda onu nəzərdə tutur. И снять все увиденное на plyonku və görünən hər şeydir plonkaya çəkmək lazım idi. Yəni burada da снять hansı mənada istifadə olunub? Eyni çəkmək, qeydə almaq, videoya almaq, nə bilim, çəkmək mənasında istifadə olunub. Amma məsəl üçün deyirəm, A variantında yazıb снять нервное напряжение. Deyir ki, əsəbiliyi, gərginliyi çıxarmaq mənasında, məcazi mənadır. B variantında deyir снять фуражку. Фуражка papağa deyirlər, papağı çıxarmaq mənasındadır. C variantında da məcazi mənadır. Снять осаду. Осада bilirsiniz nədir? Как его? Mühasirədən azad etmək mənasında, mühasirədən çıxarmaq mənasında. D variantında amma görürsünüz nə yazıb? Снять dom. Bax, burada evi icarəyə götürmək mənasındadır. Yəni ki, A, B, C və D variantlarında ya çıxarmaq, necə deyim, götürmək bu mənalardadır. D variantında məsəl üçün icarəyə götürmək mənasındadır. Amma ancaq Y variantında videoya çəkmək mənasında istifadə olunub ki, mənə verilən cümlədə də eyni mənada istifadə olunmuşdur. Ona görə də mənim 19-da düzgün cavabım olacaq variant Y. Понятно? Agi. Да. Все, отлично. Hamıya aydındır? Bəli. Хорошо, отлично. Düz yazmışdınız, səhv yazmışdınız. Mən səhv yazmışdım. Əsas orada aydın oldu. Nəyə baxmaq lazımdır? Bəli, aydın oldu. Хорошо, отлично. İndi gələm 20-ci suala. Siz mənə deyin görün. Bu 20-ci sual вообще nə sualıdır? Что за вопрос? Паронимы. Отлично. Этот как бы страшный сон, да? Bizim qorxulu yuxumuz, kabusumuz. Amma deyil. Düşünürəm ki, hər halda sizə öncəkindən daha asan gəlməlidir o paronimlər. Yoxsa hələ də o qədər çətinlik çəkirsiniz? Əlbəttə, birinci dəfə görəndən çox daha asandır. Oy, şükür. Bugünə şükür, ay Allah. Bu sözdə işlərmişəm mən. Bu sözdə işlərmişəm. Хорошо, nə gözəl. Tək elə olsun. Amma sizdən başqa heç kimin səsi çıxmır ağzından. Digərlərinə hələ də çətindir. Mən düz seçmişəm. C bəndini. Cavaba baxdım, C bəndidir orada. Ay səni maşennik. Niyə baxırsan cavaba? Yoxlayıram axı. Хорошо. Извините, конечно. Mən biraz öyrəşmişəm belə. Но ничего. Извините еще раз. Продолжаем. Значит, deyir ki 20-ci sualda в каком варианте выделенное слово употреблено неправильно? Əsə çox yaxşı sualdır. Bax, deyir ki, hansında qeyd olunan söz səhv seçilib. Bəli, bu bir paronim sualdır, amma o qədər də çətin paronimlər deyil. Deyəcəm, yadınıza düşəcək bir-bir. Вот теперь смотрите. Deyir ki, в tечение всей зимы члены туристического клуба готовились к длительному путешествию. Agi, iki dənə paronimimiz var. Длительный, uzun müddətli. Bir də var длинный, uzun.
Məsəl üçün, mən deyirəm длинное платье. Baxın, bu длинное sözü bildiyimiz короткое, qısa sözünün antonimi olaraq istifadə olunur, правильно? Поэтому запомните, длительное vaxta aiddir. Длинное bildiyimiz razmer olaraq uzun və yaxud da qısa. Поэтому длинное платье, длительное путешествие, длительное лечение, например. Ona görə mənim A variantında heç bir problem yoxdur. A variantım okeydir. Хорошо. Длительное путешествие ola bilər. Uzun müddətli səyahət mənasında. Хорошо. Gəlirəm B variantına. B variantındakı paronimdə düşünürəm ki, bizə çətin gəlməli deyil. Orada bir праздничный sözümüz var. Праздничный Azərbaycan dilinə от слова праздник, bayrama aid. Праздничный наряд ola bilərmi? Bəli, ola bilər. Bayrama aid paltarımız ola bilərmi? Ola bilər. Bunun paronimi olaraq qarşımıza çıxa bilər праздный. Праздный Azərbaycan dilində boş, bayağı deyə tərcümə olunur. Aydındır? Ona görə burada məsəl üçün əgər qeyd olunsaydı праздный наряд kontekstə uyğun deyil idi. Amma bayrama aid kontekstə uyğundur. Ona görə B variantında düzdür. Хорошо. Gəlirəm D variantına. D variantında удачливый sözüm var və sözdə live var. Biz də bilirik ki, live kimə aiddir? Kimi bildirir? İnsanı. Bəli, insanı, canlıya aid olur. İnsanı və yaxud da insan xarakterini göstərə bilir. Baxın, удачливый человек. Правильно? Ola bilərmi? Yəni ki, uğurlu insan. Все хорошо, D variantı okeydir. E variantında yazıb двойная ошибка. Yadda saxlayın, var двойная, var двойственная. Двойная bildiyimiz iki qatdır. İki qat səhv ola bilərmi? Bəli, ola bilər. Məsəl üçün, deyə bilərəm двойная цена, iki qat qiymət. Deyə bilərəm двойная порция, məsəl üçün. Amma двойственное iki tərəfli deməkdir. Məsəl üçün, двойственное мнение. Nə deməkdir двойственное мнение? Что значит двойственное мнение? İki tərəfli fikir. Fikir. Deyirsə iki fikirli qalmışam. İki tərəfdə qalmışam. Bu o deməkdir. Aydındır? Ona görə mənim Y variantımda da heç bir problem yoxdur. İndi bəli, səhv olaraq orada olacaq variant C. Tipir, kim idi bayaqda deyə mən C variantı yazmışam? Kto? Kim idi o? Allah soruşmayacaq. Mən də C yazmışam, amma bayaq deyən mən deyildim. Mən idim, mən. Bilirsiniz niyə Mən soruşuram? düşünmüşəm, prosto elə dediniz ki. Elə ona görə deyirdim ki, valla soruşmayacağam. Prosta deyin necə yazmısınız. Qorxmayın deməyəcəm. Bilirsiniz mənə nə maraqlıdır? Yəni ki, biri var ki, məsəl üçün paronim olaraq trubçatı və trubaçının fərqini bilirsiniz. Biri var ki, digər variantları silib C variantını götürmüsünüz. Теперь в вашем случае какой вариант? Siz necə götürmüsünüz C variantını? Mənə sadəcə o maraqlıdır. Trubçatı tabak. Mən məntiqlə götürdüm. Silə-silə, yəni gördüm, axırda o qalır, onu götürdüm. Aha, ən azından, bax, o deyir, bardağın dolu tərəfindən bax. Ən azından 4 dənə paronimi bilirsən. Bax, məsəl üçün 5-dən 4-ünü silmisənsə, deməli 4-ünü bilib 1-ini bilmirsən. O da bir şey. Sadəcə bilirsiniz, mənə maraqlıdır. Məsəl üçün o C variantını seçəndə arasındakı fərqi bilib seçmisiniz, yoxsa 4-ünü silib seçmisiniz? Я знала. Вы знали, всё, это хорошо. Трубочные arasındaki fərqi ayrıldı da nədir? Хорошо. Теперь запомните. Baxın, var трубочный, var трубчатый. Baxın, mən əgər deyirəmsə трубочный, это вот bildiyimiz связанный с трубой. Trubaya aidmi deyim? Daha doğrusu yox. Trubaya aid yox. То, что связано с трубой. Например, deyir, трубка для курения. Sigaret çəkmək üçün olan trubka. Aydındır? Yəni ki, bildiyimiz trubочный, trubkaya aid olan deyə tərcümə olunur. Aydındır? Amma trubчатый nə ki mənə o trubanı xatırladır. Məsəl üçün, tutalım deyirəm ki, hər hansısa bir əşyanı götürün, o isə trubkanı xatırladır. Bu olacaq trubчатый. Məsəl üçün, bilmirəm, eşitmisiniz yoxsa eşitməmisiniz. Deyirlər trubчатые кости. Sümüklər, hansılar ki, trubanı xatırladırlar, nə bilim, görüntü olaraq mı deyim, forma olaraq mı deyim. В общем, belə yadda saxlayın. Görüntü və forma olaraq mənə trubanı xatırladırsa, это olacaq trubчатый. Amma bildiyimiz трубочный dediyimsə, bildiyimiz trubkaya aid olan. Aydındır? Поэтому трубчатый tabak olmur, трубочный tabak olur. Ona görə mənim C variantım səhvdir.
Aydındır. Qoyun bura yazım. Трубочный. Просто göndereceğim. Трубочный табак. Хорошо. Запомнили? Все. Hər iki variantda düzdür. Yəni nə mənada düzdür? Hər iki variantda yaxşı yazmısınız. Məsəl üçün 4-ünü silib C variantını yazmısınızsa, bu o deməkdir ki, sən azından o 4-ünü bilirsiniz ki, onları silə bilmisiniz də oradan. 20-ci sualda mənə deyir ki, дополните предложение по смыслу. Yəni ki, məna olaraq cümləni tamamlamalıyıq sizinlə. Cümləmin birinci hissəsində deyir ki, рабочие построили мост. Necə deyim, işçilər körpünü tikdilər keçmiş zamanda. A variantında deyir ki, baxın, bir dənə əgər fikir versəz, hamısında istifadə olunub ya так как, ya потому что. Так как və yaxud da потому что. Siz mənə deyin, görün, bunların tərcüməsi nədir? Çünki. Tak как ona görə ki. Bəli, yəni ki, ikisi də Azərbaycan dilinə çünki deyə tərcümə olunur. Правильно? Deməli, burada fikir verirsiniz, yəni ki, deməli, bağlayıcıda bir problem yoxdur da. Yəni ki, bağlayıcı məna olaraq düzgün qoyulub. Deməli, orada problem uca mənadadır. Правильно? Məsəl üçün deyirəm, sizə ora так как yazmaya bilərdilər. Məsəl üçün, B variantında yaza bilərdilər так что. Məsəl üçün, C-də yaza bilərdilər чтобы. Orada mən nəyə diqqət yetirməliydim? Bağlayıcıya. Amma burada görürsünüz, qardaşlar yazıblar da. Yəni, sinonim bağlayıcıları yazıblar sizin üçün. Deməli, bağlayıcıda bir problem yoxdur. Deməli, mən ikinci hissədə səbəb göstərməliyəm. Amma məna olaraq düzgün səbəb olmalıdır da. Хорошо, чтобы правильно было. Məsəl üçün, A-da mən deyir ki, так как была зима. Deyir ki, çünki qış idi. Qışla onun nə adiyyəti var? Yəni ki, most tikməklə qışın nə kimi bir uyğunluğu ola bilər? Правильно? Поэтому mənim A variantım ora uyğun deyil. Var idi aramızda A variantını yazanlar. Ki mən yazdım. Siz yazmısınız. Qış olduğu üçün mostik tikirsiniz orada. Nə gözəl. Хорошо, yaxşı. B variantında mənə deyir ki, значит, так как использовали новые методы строительства. Çünki yeni inşaat metodları istifadə ediblər. Əslində, burada maksimum dərəcədə uyğun olan variant B variantdır. Sadəcə burada bir balaca... Да. Я тоже хотела это сказать, что потому что по смыслу вообще очень глупо, не подходит ничего. Вот именно. Bilirsiniz məncə orada problem nədir? İndi sizə onu da izah edeyim. Əgər, bax, gəlin öncə səhvləri izah edeyim, indi mən B variantına qayıdacağam. C-də məsəl üçün deyir ki, потому что торопились уехать в теплые страны. Çünki isti ölkələrə getməyə tələsirdilər. Bu quşlar deyirlər ki, bunlar quşlar deyir ki, isti ölkələrə getsin. Первый слов я подумала. Первый. D variantında deyir ki, Allah sizi güldürsün. B variantında deyir ki, потому что в этом не было необходимости. Çünki deyir, bu lazım deyildi. Lazım deyilsə, niyə tikirdiniz bunu? Niyə tikiblər, da. E variantında deyir ki, так как не хватало денежных средств. Çünki pulları çatmırdı. Pulları çatmırsa nətər tikiblər? İndi B variantında deyir ki, əslində yenə deyirəm, bir səhv var, amma indi izah ediləcəm necə düzgün ola bilərdi. Bax deyir ki, так как использовали новые методы строительства. Belə ki, çünki yeni inşaat metodları istifadə ediblər. Amma əgər cümləmin əvvəlində məsəl üçün olsaydı ki, рабочие быстро построили мост, tez tikdilər o körpünü. Onda deyə bilərdim ki, niyə tez tikdilər? Çünki yeni inşaat metodları istifadə edirdilər. Amma məsəl üçün belə götürəndə cümləmiz belə olur. İşçilər mostu tikdilər, çünki yeni inşaat metodları istifadə ediblər. Bu biraz düzgün gəlmir. Çünki mən düşünürəm ki, birinci hissədə orada bir sözmüş çatmır. Съели слово, съели. Да, голодный, да, были. Deyirlər ki, əgər olsaydı ki, рабочие быстро построили мост, или məsəl üçün вовремя построили мост, vaxtında tikib bitiriblər, belə bir şey olmuş olsaydı, düzgün olardı. Но в любом случае, yenə o bayaqki kimi metod исключения-da istisna metodu ilə gəlsəm, ən düzgün variantım olacaq variant B. Хорошо? Понятно? Да. Всё. Daha sonra gəlirəm 22-ci suala. 22-ci sualda deyir ki,
История Азербайджана нельзя представить себе без Qobustana. Baxın, bez Azərbaycan dilinə söz deyə tərcümə olunur. Məsəl üçün deyirsək kitabsız, deyəcəm bez knigi. Evsiz, bez doma. İndi burada deyir ki, Azərbaycan tarixini Qobustansız təsəvvür eləmək mümkün deyil. Bez Qobustana. Daha sonra это музей под открытым небом. Deyir ki, bu göğsünün, yəni ki, səma altında olan açıq muzeydir. Под открытым небом. Под necə tərcümə olunurdu? Altında deyə tərcümə olunurdu. И удивительная картина галерея на камнях и на скалах и камнях. Skalı и камни, daşların və qayaların üzərindən də mən nə ilə bildirirdim? Na ilə bildirirdim. Ona görə düzgün variantım olacaq variant D. Хорошо? Да. Əgər hamıya aydındır, çox xahiş edirəm, suallarınız varsa buyurun, izah edeyim. Понятно? Хорошо. Раз понятно еще. Так, 23-də mənə 23-cü sualı görürük. Mən 23-də demək olar hamısını götürmüşəm. Malazet. 5-cidən Yox, siz başqa. sualı görürsünüz. Bəli. Bəli. Все. İndi bax 23-də deyir ki, nə вопрос когда? Когда nə zaman deməkdir? Nə vaxt, belə deyək də, qısaldaq. Nə vaxt? Düzdür? Amma fikir verin ha, burada 2 dənə söz qeyd olunub hərəsində. Lavuşka. Da. Yəni ki, biri əgər nə zaman sualına cavab vermirsə, sən уже avtomatik silirsən. Bax, A variantında var vчера, dünən. Весной, yazda. İkisi də var. Vчера da ola bilər, весной da ola bilər. Ona görə yəni ki, birinci olacaq. İkincidə deyir вечером. Вечером axşam deməkdir. Yəni ki, zərf olaraq axşam. Bu okeydir, amma из города откуда sualına cavab verir. Hardan sualına cavab verir. Ona görə 2 olmayacaq. 2-yi siləcəyik burada. Çünki из города откуда sualına cavab verəcək. Yaxşı. Дальше. 3-də летом. Летом yayda deyə tərcümə olunur. Amma на dachу куда sualına cavab verəcək. Куда, на dachу, hara? Bağ evinə. Ona görə 3 də olmayacaq. 4-də deyir сегодня, nə vaxt? Bugün. Вечером, axşam. Amma zərf olaraq ona görə 4 olacaq. Раньше, bundan öncə, хорошо, когда sualına cavab verir. Amma bыстро tərzi hərəkət zərfidir. Tez deyə tərcümə olunur. Ona görə bu da olmayacaq. Ona görə düzgün variantım qalacaq 1-4. Yaxşı? Mən bir dəqiqə deməli belə başa düşdüm ki, cümlədə hər iki v dilindən söz когда sualına cavab verməlidir. Bəli. Da. Biri cavab versə olmaz. İkisi də olmalıdır. Хорошо? Ona görə səhv çıxıb. Çünki mən harda kaqdanı gördüm, götürdüm. Ay malacaq. Və fikirləşdin ki, ayağa nə yaxşı burada 5-in 5-də düzdür, hə? Elə fikirləşdin. Eynən. Ay Allah, necə də möhtəşəmsiz. Хорошо. Дальше. Dialoq 24-də. Nə yazmışıq? Можно я скажу? 3, 5, 6. 3, 2, 1. 5, 6, 2, 1. 1. Düzdür. Gəlin bir oxuyaq. Yox. Kuda 2. 3, 5, 6, 2, 1 demədiniz. Baxıram indi, səbirli olun. 3, 5, 6, 1. 6, 1. 4 dənə seçə bilərsiniz. 6, 1, sorry. Siz dediniz, mən də yazdım. 3, 5, 6, 1. Belədir. Baxıram. Deməli, deyir ki, 3-də. У вас есть билеты в Мариинский театр? Cavab verir, bəli. Da, то есть есть. На какой спектакль? Hansı spektaklə? 5-dən cavab verir. На балет Жизель, хорошо. O da deyir, var. На какое число? Hansı tarixə? 6 ilə cavab verir. На 20 октября на субботу. Если можно, на вечер. Deyir ki, oktyabrın 20-sinə, 6-cı günə alınırsa, axşama. O da birdən cavab verir. Daha doğrusu o öncə cavab verir ki, есть билеты по 300 рублей в первый ярус и по 500 в партер. Вам какой? O da birdən cavab verir. Мне 2 билета в партер по 500 рублей. Bəli, düzgündür. Möhtəşəmsiz. Mənə 2 dənə bilet verirsiniz partərə. По 500 рублей. Хорошо. Okey, 25 əslində bizə уже düşmür, amma yenə də açıqlama olaraq deyə bilərsiniz. В тихом омуте черти водятся.
Yadda saxlayın. Bilirsiniz nə zaman Sən istifadə yuxarıda olunur? aldığımda mənimlə Abi 25 dəqiq deyən, gram. onu gərək belə düzəldim. Səbirli ol. Значит, Görünür. 25-də birincidə olacaqlar. Əslində atalar sözləri day düşmür imtahanda, amma hər ehtimala qarşı deyirəm sizə. Значит, в тихом омуте черти водятся. Bunu bilirsiniz kimin üçün deyirlər? O çox sakit insanlar olur, hansının ki iç yüzü sonradan Saman ortaya altından çıxır. Saman altından su yeridir. Bəli, bəli. Görürsüz necə də möhtəşəm tələbələrim var. Necə sразу tərcümə edirlər. Вот и в тихом омуте черти водятся. Хорошо. Гнев убивает разум. Deyir ki, əsəb beyni öldürür mənasında. Yəni ki, belə deyək də. И зло злом изгоняет. Bunun da mən sizə türkçədə açıqlamasını deyə bilərəm. O deyir çivi sökər. Eşitmisiniz? Da. Da, bu da odur. Onun bizim də dildə var da müəllimə. Nədir o sizin dildə? Pazdan dildə var da. Ay maşallah, pazla çıxardarlar. Abi onu bilmirdim. Niyə inşallah o oduna vururlar, hep az düzəldirlər də bizə rayonda zətdə deyirlər. Bəli, bəli. Mən O mənada görürüz. yaxşı ki mən Biraz onu daha abırı variantı var. Dinsizin haqqından imansız gələr. ay maşallah. O Bura kimidir? yığışıblar bura leksikoloqlar. Maşallah, maşallah. Başqaya yeras gələr. Görsən. Bəli. Başqa yerə. Təşəkkür. Xahiş edirəm, olar sonra mənə çata qeyd eləyərsiniz. Gələn il sizdən sonrakıları istifadə edeyim də biraz görsünlər necə ağıllı, yaxşı müəllimləri var. Mən də burada türkçə sizə atalar sözü deyirəm. Yaxşı? Yazar sonra. Atalar sözü olacaq, analar sözü olacaq. Ay Allah. Yaxşı, yaxşı.